Paytaxtda Zirvə Zəfər İdarəçisinin rəhbərlik vizyonu və ənənələri layihəsinin açılış mərasimi keçirilib. Sözü gedən layihə vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılıb. Hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Zeynəb Nadirova tədbirdə hansı açıqlamalar verilib, layihənin məqsədləri nədən ibarətdir, bu barədə məlumatları təqdim edəcək. Hər vaxtın xeyirli olsun Zeynəb, buyur səni eşidək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, bugünkü tədbirlə bağlı informasiya verəcəyik. İlkin olaraq hələ siz vurğuladınız. Asan İnnovativ İnkişaf Mərkəzinin fəaliyyəti ilə bağlı geniş tədbir keçirildi. Artıq yekunlaşıb, amma təbii ki, həmin tədbirlə bağlı yekun informasiyaları diqqətinizə çatdırmaq istəyirik. Bir sıra mühüm qonaqlar da iştirak elədi və qeyd eləyək ki, həm prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, bununla yanaşı Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov iştirak etdi. Bir sıra panel müzakirələr də getdi və idarəetmədə yeni çağırışlar istiqamətində olan panel müzakirələrdə də bir sıra fikir ayrılıqları bölüşüldü və eyni zamanda axır bu istiqamətdə necə irəliləyişlər əldə etmək olar? Bununla bağlı da vurğuladığımız kimi panel müzakirələr oldu. Təbii ki, qonağım var yanımda. Onunla informasiyaları daha detallı şəkildə çatdırmağa çalışacağıq. Asan İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrailova yanımdadır. Aysel xanım, bir balaca mən məlumat verdim, amma əsas informasiyalar sizdədir. Tədbirlə bağlı. Buyurun, eşidək sizi. Salam, təşəkkür edirəm. Bəli, bugün Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən Zirvə İdarəçiliyi marafonunun açılış mərasimi baş tutdu. Açılışda həm dövlət rəsmiləri, həm də özəl və dövlət qurumlarından rəhbər şəxslər iştirak etdilər və panel müzakirələri çərçivəsində idarəetmədə yeni çağırışlar müzakirə olundu. Zirvə Zəfər İdarəçisinin rəhbərlik vizyonu və ənənələri layihəsi Cənab Prezidentin idarəçiliyi yoluna həsr olunub. Bu idarəçilik marafonu çərçivəsində dövlət və özəl qurumlarında çalışan rəhbər şəxslərə liderlik təlimləri keçiriləcək, həmçinin onların işğaldan azad olunan ərazilərdə yenidən qurma ilə tanışlıq üçün infotur həyata keçiriləcək. Ümumiyyətlə marafon 2 ay əhatə edəcək. 2 ay ərzində 8 moduldan ibarət təcrübə mübadiləsində iştirakçılar iştirak edəcəklər. Hal-hazırda bu marafona 150-dən çox iştirakçı qoşulub və növbəti həftədən etibarən marafon reallaşacaq. Təşəkkür edirəm məlumatlar üçün və uğurlar arzulayıram sizə. Bəli, çatdıracağımız informasiya həmin tədbirlə bağlı və eyni zamanda baş tutacaq marafonla bağlı olan məlumatlar bundan ibarət idi. Elə burada yekunlaşdırıb sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Zeynəb. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Zeynəb Nadirova idi. Davam edək və son bir məlumatı diqqətinizə çatdırmaq istəyirik.